Salam, hər vaxtınız xeyir olsun. Bugün biz Codera 11.3 şart operatorunun deməli izahını mən vermişəm. İndi isə blok sxemlə izahını vermək istəyirəm. Bəzi deməli tapşırıqların, məsələn 7 kimi tapşırıqlardır, 5 kimi tapşırıqlardır. Bu tapşırıqları həm də algoritmdə blok sxemini qurmaq istəyirəm ki, yəni nə üçün bu ifə deməli hə olduqda daxil oluruq, yox olduqda nəyə görə daxil ola bilmirik və yaxud da bu iflər nəyə görə deməli sərbəst iflərdir. Yəni nəyə görə yox da olsa, hə də olsa bu ifləri yoxlaya bilirik. Yəni bunların izahını mən əyani olaraq ümumiyyətlə izahda göstərmək istəyirəm. Aha. Demək, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deyək ki, bunu biz algoritmdə göstərsək, bu cür göstərərik. N bərabərdir 7. Yəni, number bərabərdir 7. Mən qısa yazıram. Şərt bilirik ki, rombun içərisində yazılır. N böyükdürmü 3-dən. Desəm ki, hə, bu zaman məni gətirəcək print 3-ə. Yəni, print 3-ü çap edəcəm. Bax, bunu. Əgər yox desəm, görürsünüz, bunun else-si yoxdur. Məni birbaşa sona gətirəcək. İndi hələ ki, hə qolunda print 3-dən sonra, görürsünüz, bunun altında if var. Deməli, hə qolunda print 3-dən sonra, bilirik ki, çap bu cür olur. Print 3-dən sonra mənə deyir ki, bir dənə də şərti yoxla. Bunu kiçikdirmi 5-dən. Yenə burada hə desəm, mənə icazə verir ki, print 5-i çap edim. Print 5. Yox desəm, görürsünüz, bunun yoxunda else-si yoxdur. Ona görə bu da birbaşa sona gedəcəkdir. Print 5-dən sonra yenə baxın, bunun altında bir dənə ifim var. Deməli, mütləq bundan sonra bu şərti yoxlamalıyam. If, ifə ehtiyac yoxdur burada. 2 dəqiqə. Nə deyir? Aha, n bərabərdirmi 7-yə? Desəm ki, hə. Mənə deyəcək ki, 7-ni çap et. Print 7. İndi burada printə də ehtiyac yoxdur. Print bizdə nədə verilir? Python'da verilir. Burada printin əvəzinə bax bu cür çıxış. Yəni parallelogram özü giriş-çıxış deməkdir. Deməli, burada çıxışa nəyi verəcəkdir? 3-ü. Burada çıxışa mənə rom. O belə paralleogramdır. Burada çıxışa verəcək 5-i. Burada isə çıxışa verəcək 7-ni. Aha. Və baxın, bunun yox qolu var. Görürsünüzmü? Deməli, bunun yox qolunda else-si var. Əks halda deyir 2-ni çıxışa ver. Və baxın, bu da gəlir, bu da gəlir, son. Yəni, hər biri bu sona gəlməlidir. Baxın, n bərabərdirmi 7? N bərabərdir 7. Bu şərt deyil, hərəkətdir. N 7-dir. Gəlirəm, yoxlayıram. 7 böyükdürmü 3-dən? Deyirəm ki, bəli. Əgər baxın, burada 2 olsaydı, 2 böyükdürmü 3-dən deyib, yox çıxardım və heç bir işi görə bilməzdim. Ancaq burada mənə deyir, hə, yəni şərtim ödəndi və 3-ü çıxışa verdi. Deməli, bir dənə 3-üm çap olundu. Daha sonra 7 kiçikdirmi 5-dən? Deyirəm ki, yox. Baxın, yox dediyim üçün mən həyə girə bilmədim ki. Baxın, bütün bu addımlarım hə qolundadır. Görürsünüz? Deməli, yox qolunda nə var? Heç bir şey. Heç bir şey. Deməli, bircə dənə nə çap oldu? 3.
Yəni burada bircə dənə 3 çap oldu. Yəni bu onun blok sxemidir. Bu silinməlidir, bu da silinməlidir. Aha, bu onun blok sxemi. Bayaq ki, baxın. Bu tapşırığın blok sxemi bu cür qurulur. Keçək digər tapşırığa. Dəqiqə. Keçək 6-ya. If 7 7-yə bərabərdirmi? Birbaşa şərtlə başlayır. Deyir 7 bərabərdirmi 7.0-a? Desəm ki, hə, məni gətirəcəkdir nəyə? Bir dənə A-nı çıxışa verəcəkdir. Aha. Yox qolunda nəsə var? Xeyr, elsə yoxdur. Görürsünüz, deməli bunun yox qolu heç bir işi belə gəlir boş bir dənə birləşirlər bir dənə oxda. Oxda gətirir məni aşağı yeni bir şərtə. Yəni mən həyə də getsəm bura gələcəm bu şərtə. Yoxa da yəni şərt ödənməsə də, yox da məni gətirəcək yeni bir şərtə. İndi bu şərt deyir 7 böyükdürmü 7.0-dan? Deyəcəm ki, yox. Baxın, bu hə, bu yox. Böyük deyil axı. Bərabərdir. Bərabər olduğu üçün burada A-nı çıxardacaq. İndi gəlir bura. 7 böyükdürmü? Yox. 7-dən. Deyirəm, yox. Bu zaman hə desəydi, bir dənə B-ni çap edərdi. Ancaq yox dedi axı. Yox dedi, heç nə çap etmədi. Amma bu if-i görürsünüz. Bu if yenə eyni səviyyəli olduğu üçün gətirir hər ikisi məni bu oxa. Burada yeni bir şərtim var. 7 kiçikdirmi 8-dən? Desəm ki, hə, ya da desəm ki, yox. Desəm ki, hə, bir dənə mənə deyəcək ki, C-ni çap et. Desəm ki, yox, baxın, bunun artıq yox da el sesi var, yəni əks haldası var. Bu zaman mənə deyir ki, əks halda bir dənə yeni çap et. Aha, dəqiqə belə eləyək buranı. Aha. Bir dənə deyir mənə yeni çap et və bitdi, son. Gəlin baxaq. Görürsünüzmü burada necədir? Deməli, burada if, bax, bir if budur, bir if budur, bir if budur. Görürsünüz, hamısı eyni səviyyəlidir. Eyni səviyyəli olduğu üçün mən hər birini yoxlamalıyam. Gəlirəm. Əgər şərt ödəndisə, A-nı çıxartdı. Amma ödənsə də, ödənməsə də, məni gətirir növbəti şərtə. İndi bunu yoxlayıram. Yenə ödənsə də, ödənməsə də, məni gətirir bu şərtə. 7 kiçikdirmi 8-dən? Burada ödəndiyi üçün C-ni çap edir. Burada ödənmədiyi üçün heç nəyi çap edə bilmir. Bunu da çap edə bilmir. Görürsünüz, çünki bu yox qoldur. Və sonda çıxır sona. Deməli, A və C-dir burada cavab. İndi 7-yə baxaq. Ona oxşuyur bayaqkına. Aha. Yenə şərtim başladı. 7 bərabərdirmi 7.0-a? Deyəcəm ki, yaxşı çəkək. Aha. Deyəcəm ki, desəm ki, hə, burada desəm ki, yox. Desəm ki, hə, deyəcək ki, bir dənə A-nı çap et. Desəm ki, yox, baxın, el sesi yoxdur. Deməli, boşdur. Gələcək nəyə? Növbəti şərtə. Deyir, 7 böyükdürmü 7.0-dan? Deyəcəm ki, hə, deyəcəm ki, yox. Hə desəm, mənə deyəcək ki, bir dənə B-ni çap et.
Desəm ki, yox. Görürsünüz, el səsi yox. Yenidən məni növbəti şərtə gətirəcəkdir. Buradakı şərt nədir? 7 kiçikdirmi 8-dən? Desəm ki, hə, desəm ki, yox. Aha, desəm ki, hə, mənə deyəcəkdir ki, bir dənə print C-ni çap et. C-ni çap et. Və fikir versizmi, print C-dən sonra da mənə başqa bu hə qolunda şərt yenə gəlir. Baxın, belə. Deyir ki, 8 böyükdürmü 8.0-dan? Desəm ki, hə, deyir, D-ni də çap et. Desəm ki, yox, baxın, bu bunun əks haldasıdır. Desəm ki, yox, onda deyəcəkdir ki, E-ni çap et. Bəs bunun el səsi var idi? Xeyr. Görürsünüz, 7 kiçikdir, 8-in el səsi yoxdur. Deməli, hər biri, biraz bunu sürüşdürək, hər biri gəlir nəyə? Sona. Bax, bu qədər. Cibeyda göstərim bir daha bütün şəkildə. Çox sürüşür. Necəs getdi. Keçək 8-ə. Daha olmalıdır o. Deməli, birinci. Bax bu. Gördünüz, bax, yox qolunda heç nə yoxdur. Həyə də getsə, yoxa da getsə bu şərti yoxlayır. Həyə də getsə, yoxa da getsə bu şərti yoxlayır. 3 dənə ifim sərbəst idi. Amma bu if, görürsünüzmü, hə qolunun içindədir. Ona görə də bu ifə fikir verin bir dənə. Baxın, bu if sərbəstdir bunlar. Amma bu if görürsünüz nəyin içindədir? Hə tərəfimdədir. Yəni, yox tərəfimdə deyil. Yəni, həyə düşsəm bu ifi yoxlaya bilirəm, bu ifi. Həyə düşməsəm bu ifi yoxlaya bilmirəm. Bu ifi yoxlaya bilmirəm. Yoxa getsəm. Doqquz böyükdürmü 9-dan? Burada 2 dənə şərt var. 9 0-dan böyükdürmü? Və də belə ənd də yaza bilərik. Belə bizim məntiq əməldə bu da var. Aha, bu mənim şərtimdir. Desəm ki, hə, rolun çox səliqəsiz çıxır. Gərək birinci sözü yazım, sonra onu çəkəm. Daha çəkim. Deməli, 9 böyükdürmü 0 and 0 kiçikdirmi mənfi 9. Desəm ki, hə, məni gətirəcək print hello-ya. Yəni, bir dənə hello-nu çap edəcəm. Hello. Aha, bunu belə qoyuram, çünki bunlarda bir dənə başlanğıc olmalıdır. Desəm ki, yox, baxın, elif, mənim yox qolundakı şərtimdir. Bax, budur. 9 böyükdürmü 0 və ya o 0 kiçikdirmi mənfi 9. Yox. Deməli, baxın, bu mənim yox qolundakı şərtimdir. Elif if deyil. Elif əks halda ifdir. Yəni, else ifdir. Else ifdir. Ona görə də o mənim yox qolum. Elə bir sanki elseyə düşür, yeni şərt verir. Bu zaman yenə təbii ki, şərt olduğu üçün bir dənə hə, bir dənə yox olacaq. Hə olarsa, bilirik ki, bunun içərisindəki bunun hə qoludur. Bir dənə qodu çap etdir. Yox olarsa, el sesi var, bədi çap et. Bəd. Və hər biri sona gəlir. Baxın, bu mənim
proqramın blok sxemidir. Birinci şərti yoxlayıram. 9 böyükdürmü 0-dan? Bəli. Hər ikisi də ödənməlidir. Çünki burada and var. 0 kiçikdirmi -9-dan? Yox. Yox dediyim üçün hello-nu çap edə bilmirəm. Bax, o həqiqi oldu. Baxın, əgər ödəsəydi, bir dənə hello-nu çap edib çıxardı sona. Ancaq yox dediyim üçün yeni bir şərt qabağıma çıxır. 9 böyükdürmü 0-dan? Və ya olduğu üçün biri ödənsə belə, yəni mən həyə gedəcəm. Deməli, burada 9 0-dan böyük olduğu üçün mən həyə gedə bilirəm və bir dənə qutu çap edirəm. Görürsünüz, bədi çap etmədi. Çünki bu yox qoludur. Və son. Deməli, burada cavab good. Doqquza baxaq. Deyir 15 kiçikdirmi 20-dən? Desəm ki, hə. Mənə deyəcəkdir ki, print A, yəni A-nı çap et. Ancaq desəm ki, yox. Mənim ifim var. Yəni else-im yoxdur. Yəni bu natamam budaqlanmadır. Bu da məni gətirir yeni bir ifə. Baxın, yeni ifim. 32 böyükdürmü 45? Desəm ki, hə, bu mənə verəcək bir dənə B-ni. Desəm ki, yox. Baxın, bunun else-si var, tam budaqlanmadır. Bu zaman deyir mənə C-ni çap et. Və son. Gəlin baxaq. Oxularım da belə olmalıdır. Aha. 15 kiçikdirmi 20-dən? Bəli deyirəm və A-nı çap edirəm. Bax bu A-nı. Görürsünüz, yoxa da getsəm şərtə gələcəm, həyə də getsəm şərti yoxlayıram. 32 böyükdürmü 45-dən? Yox deyirəm, C-ni çap edirəm. Görürsünüz, bax, mən bunu çap edə, başqa bir şey çap edə bilmirəm. Yəni, bunu çap edə bilmirəm. Çünki yox, 15, 32, 45-dən böyük deyil. Bu qədər. Burada AC deyənə yebəndi. İndi ona baxaq. Aha, verilib A bərabərdir 5, B bərabərdir 7, C bərabərdir 6. Mən düz bucağın içində yazaq. Daha sonra mənə şərt A bərabərdirmi B-yə? Desəm ki, hə. Baxın, bu mənim hə qolumdur. Bu bütün hamısı hə qolundadır. Deməli, mənə yenidən bir şərt verir. A böyükdürmü C? Desəm ki, hə, mənə A üstəgəl B-ni deyəcək çap et. Desəm ki, yox. Baxın, bunun else-si var. Yəni, əks haldası var. O zaman A üstəgəl C-ni çap et. Amma bunun yoxu nə deyir bəs mənə? Bunun əks haldası. İndi onu yazacağım. Əks halda B üstəgələk C. Və hər biri məni gətirir sona. A 5-dir, B 7-dir, C 6-dır. A bərabərdirmi B-yə? 5 7-yə bərabərdirmi? Yox. Ona görə həyə düşüb, baxın, bunun heç birini icra edə bilmirəm. Nəyi icra edəcəm? Sadəcə B-nin üstünə C-ni gələcəm. Yəni 7-nin üstünə 6, o da eləyəcək 13 C bəndi. Bu bir dənə şərtdir, göstərim, amma əsas məqsədim ifi, elifi göstərməkdir bu tapşırıqlarda. Aha. Yine burada T bərabərdir 4. Import match ehtiyac yoxdur. Sadəcə modul qoşmaq üçün. Yəni bu SQRT-ni qoşmaq üçündür. İstifadə olunan moduldur import.
Deməli, şərt T böyük T kiçikdirmi? T kiçikdirmi 7-dən və and T böyükdürmü mənfi 7-dən? Aha. Desəm ki, hə. Desəm ki, yox. Desəm ki, hə, bu zaman y bərabərdir kök alta t. Baxın, bu mənim hərəkətimdir, çıxışım deyil. Əks halda mənə deyir ki, y bərabər ilə pov bilirik ki, qüvvətə yüksəltmədir. Y-in üstü 2-yə. Və sonda hər birini, hansını icra edəcək, bunu da icra edəcək, bunu da icra edəcək, sərbəst bir dənə print y-im var. Deməli, bir dənə ki, hamısı çıxır, gəlir bura. Daha doğrusu belə printdir. Y və son. Aha. T4-dür. 4 kiçikdirmi 7-yə? Bəli. Bu da ödəməlidir ki, çünki ənddir. 4 böyükdürmü mənfi 7-dən? Bəli. Hər ikisi də ödəndiyi üçün həyə gəlir və 4-ü kökdən çıxardanda bilirik ki, həqiqət qaytarır kök altı və 2,0 və bu hissəmdə də y-də 2,0 çıxışa verir son. Ödənməsəydi y kvadrata yüksəldəcəkdi və y çap edəcəkdi. D bəndi. Aha, bu cür iflərimizi istəyirdim. Aha, burada x bərabərdir true. Bu bir dənə hərəkətdir. Biraz uzundur deyə başdan götürdüm. İndi mənə şərt qoşur indi. Şərtdə deyir x bərabərdirmi true? Deyirəm ki, bəli. Bəli dediyim üçün həyə gedəcək. Yox dediyim üçün heç bir şey icra edə bilməyəcək. Hədə nə icra edir? Print A. A-nı çap etdir. Yenidən hər ikisi də məni gətirir ifə, yeni bir şərtə. Eləcə deyir ki, x-im də true'dur. True olduğu üçün nə edəcəkdir? Bir dənə print B-ni çap edəcək. Yox, qolunda heç bir şey yoxdur. Ona görə bu yenə çıxacaq. Məni yeni bir şərtə gətirəcək. X bərabərdirmi 50-yə? Deyəcəm ki, bəli. Əgər bəli desəm, bir dənə C-ni çap edəcək. Əks halda, baxın, bunun əks haldası var. Görürsünüzmü? Əks halda bir dənə qabağıma elif olanda nə idi? Şərt idi. X böyükdür 50-dən. Bunu desəm ki, hə. Desəm ki, yox. Çünki bu şərt var burada. Desəm ki, hə, D-ni çap edəcəkdir. Desəm ki, yox. Bu zaman həm Y-ni, həm də F-i çap edəcək. Və sonda hər biri gələcək. Bir dənə sona. Gəlin baxaq. X true'dur, true. X true'ya bərabərdirmi? Hə deyib, bir dənə A-nı burada çap etdim. Yox desəydim də, hə desəydim də gəlib buradakı şərti yoxlayardım. Aha, burada mənə eləcə deyir x. X-im də true'dur, ona görə hə qoluna gəlirəm və B-ni də çap edirəm. Gəlirəm burada, nə olur? Yenidən məni gətirir yeni bir şərtə. X bərabərdir 50-yə. Xeyr, true-nun dəyəri 1-dir. Ona görə bunu çap edə bilmir. Nə qayır? Bu hə qoluna gedir. X böyükdür 50-dən. Yox. Yəni hə qoluna gələ bilmir. Yox, gəlib Y və F-i çap edəcək. A, Y, F. Bir dənə də olmalıydı. Hə, bir dənə də B. A, B, Y, F. A, B, Y, F. İndi eliflə olana baxaq.
Yenə K bərabərdir 4. Bu bir dənə hərəkətimdir. Bir dəqiqə. Çəkmədi. Aha. Daha sonra sərbəst bir dənə ifim var. K bərabərdirmi 2-yə? Desəm ki, hə qolumda mənim print pis. Yenə pis yaz deyir. Aha. Elif. Əks haldıya baxıram. Əks halda elif nə idi? Yox qolundakı yeni bir şərtimdir. K kiçikdir, bərabərdirmi 3-ə? Aha. Desəm ki, hə. Desəm ki, hə, mənə deyəcək kafini çap et. Kafi. Desəm ki, yox. Yox deyəndə yenidən məni elif, yəni əks halda şərt qoşur. K kiçikdir, bərabərdirmi 4-dən? Yenə desəm ki, hə, mənə bir dənə yaxşı qoyacaq. Çap etməyə. Yaxşı. Desəm ki, yox. Yenidən mənim qabağıma bir dənə də şərt qoyur. K kiçikdir, bərabərdirmi 5-dən? Hə desəm, bir dənə əla çıxışa verir. Yox desəm, görürsünüz, bunun əks haldası var. Error, xəta. Xəta deyil, error. Dedək, error proqram olsaydı xəta yazardıq, amma bizdə sətirdir bu. Error, sətir tipdədir. Aha, və hər biri nəyə gedir? Sona. Gəlin baxaq, 4-dür. 4 bərabərdirmi 2-yə? Hə deyə bilmirəm deyə bunu icra etmirəm. Bax, hə desəydim bundan da çıxardım. Heç bu qədər şərti yoxlamazdım. Ancaq yox deyirəm. 4 kiçikdirmi 3-dən? Yenə hə deyə bilmirəm. Bunu istifadə edə bilmirəm. Gəlirəm yoxa. 4 kiçikdir, bərabərdirmi 4-dən? Hə deyirəm. Yaxşını çap etdikdən sonra baxın ox məni hara gətirdi? Sona. Yəni bunları icra edə bilmədim. Bu da nə idi? Bax, bundan sonra bu hissəmi icra edə bilmədim. Çünki bunlar artıq elifdir. Elif nədir? Yox qolundakı şərtdir. Mən axı yox qoluna gedə bilmədim. Ona görə yəni onu yoxlaya bilmədim. Dördü baxaq. Deməyək da elədik. Yenə K bərabərdir 4. Şərtim var. Şərtdə nə deyir? K bərabərdirmi 2-yə? Deyirəm ki, hə. Hə deyirəmsə bir dənə pisi çap et. Yox deyirəmsə bir dənə şərt. Amma bu mənim yox qolum deyil. Şərt deyil. Şərt məndə həyə də getsəm, yoxa da getsəm, sərbəst şərtimdir. Elif deyir axı. Elif olsaydı burada bir dənə belə blok sxem qurardıq. Belə romb qurardıq. Daha doğrusu. Aha, indi burada qurum. Çünki bu mənim sərbəst ifimdir. Görürsünüz, eyni səviyyəlidir. K kiçikdir, bərabərdirmi 3-ə? Desəm ki, hə, mənə deyəcək ki, kafini çap et. Kafi. Desəm ki, yox. Yenidən məni sərbəst bir dənə ifə gətirir. İndi yoxlayacağım ki, şərtdə K kiçikdir, bərabərdirmi 4-dən? Desəm ki, hə, bu zaman yaxşını çap edəcəkdir. Yaxşı. Nədir dalğalıdır? Aha. Desəm ki, yox. Gələcək məni sərbəst bir dənə yenə də
Yəni yenə də sərbəst bir şərtə. X kiçikdir, bərabərdirmi? Desəm ki, hə, əlanı çap edəcəkdir. Desəm ki, yox, heç bir şey çap edə bilməyəcək və son. Aha. Baxaq. K 4-dür, 4 bərabərdirmi 2-yə? Yox deyirəm və həni icra edə bilmirəm. Yox deyirəm, düşürəm sərbəstə. K kiçikdirmi 3-dən? Xeyr, 4 3-dən kiçik və ya bərabər deyil. Yenə həni icra edə bilmirəm, düşürəm birbaşa yoxa. Yenə yoxlayıram, 4 bərabərdirmi 4-ə? Hə. Burada bir dənə yaxşını çap etdi. Yaxşı. Daha sonra gəlir bu şərti yoxlayır. 4 kiçikdir, bərabərdirmi 5-dən? Bəli, onda bir dənə də hə dediyi üçün əlanı yoxladı. Bu iki şərt ödəndi. Bax, bunlar da hamısı if olduğu üçün eyni səviyyəlidir. Görürsünüzmü? Eyni səviyyəli olanda bir-birində görsənir. Amma eyni səviyyəli olmayanda biri digərinin içində olur. Aha. X bərabərdir 4, A bərabərdir 3, B bərabərdir 2, Y bərabərdir 0. Bu mənim verilənimdir. İndi şərtim. X böyükdürmü A-dan? Desəm ki, hə. Məni, baxın, if böyükdür A-dan desəm, bu mənim hə qolumdur. Görəsiniz ki, hamısı hə qoludur. Hə qolunda yeni bir şərt. Bir dəqiqə silim. X böyükdürmü B-dən? Desəm ki, hə. Deyəcəkdir ki, Y bərabər elə 1-ə. Əks halda, bax, görürsünüz, bunun əks haldası var. Y bərabər elə 2-yə. Bəs bunun əks haldası varmı? Yoxdur. Bu mənim sərbəstimdir. Yəni, buna buradan da hərdən də tutarsam, çıxanda, bax, bu mənim gətirəcəkdir belə hər biri. Məni gətirəcəkdir print Y-də. Y-ın çıxışına. Və son. Yəni, mən həyə də getsəm, yoxa da getsəm, sonda gəlib onu çap edəcəm. Çünki bu hə qolunun dövrünün içində də deyil, nə də yox qolu else də deyil. Aya qiyməti bu təyinatdır. Bu təyinatı qurmuram. Yine burada A49. A49, B25. Bu mənim verilənimdir. Daha sonra şərtim gəlir. A böyükdürmü B-dən? Desəm ki, hə. Onda kök altı, Y bərabər kök altı A. Yox desəm, bunun else-si var. Əks halda nə et? Y bərabər elə B bölək 5-ə. Və hər biri bitirəndən sonra, yəni həyə də getsəm, yoxa da getsəm, sonda bu sərbəstlərə düşəcəm. Çünki heç nədən asılı deyirlər onlar. Y bərabər elə SQRT B və Y-i çap et. Son. Alt 9 B25 gətirirəm. 9 böyükdürmü 25-dən? Deyəcəm ki, bəli. Bəli dediyim üçün mən hə qoluna gedəcəm. 9-u kökdən çıxardacam 7.0. Baxın, buna da getsəydim, buna da getsəydim, bunu icra edəcəkdim. Y də bərabərdir kök altı B, o da bərabərdir kök altı 25, o da bərabərdir 5.0. Daha sonra gəlib sonuncu Y-in qiymətini çap edəcəkdim. 5.0.
Hı -hı. X bərabərdir 4, A bərabərdir 3, B bərabərdir 5, Y bərabərdir 0. Aha, daha sonra mənim şərtim gəlir. X böyükdürmü A-dan? Desəm ki, hə. Baxın, bu mənim hə qolumdur. O zaman deyəcək ki, yeni bir şərt verirəm sənə. Bunun da hə qolu y bərabər ilə 1-ə, bunun isə yox qolu y bərabər ilə 2-yə. Aha, burada yox qolunda heç nə yoxdur. Görürsünüz, sərbəstdir. Və hər birinin sonu hara gəlir? Print y-ə. Deməli, y-i belə deyə bilərik. Və son. A4. 4 böyükdürmü 3-dən? Deyəcəm, hə, baxın, bunu icra edib. Çıxa bilmədim. Əgər çıxsaydım, y-in elə öz qiyməti 0-ı qaytarardım. X, yəni 4 böyükdürmü 5-dən? Deyirəm, yox. Baxın, bu tərəfi icra edə bilmirəm. Yox dediyim üçün 2-ni icra edirəm və cavab da 2-dir. İndi 19-a baxalım. Yenə X 4-dür, A 5-dir, B 5-dir, Y 0-dır. Daha sonra şərtim var. X böyükdürmü A-dan? Desəm ki, hə, bax, bu mənim hə qolumdur. Yeni bir şərt verir mənə. X böyükdürmü B-dən? Yenə hə desəm, y-i bir dənə bərabər edəcək 1-ə. Yox desəm, y-i bərabər edəcək 2-yə. Və bitdi. Sonda bir dənə print y-im var. Bax, bunda yox qolu var, amma yox qolunda heç nə yoxdur, else yoxdur. Və sonda hər biri nəyə çıxır? Print y, yəni y-in çap etdə. Və son. Hı -hı. 20'ye baxaq. A 12'dir. B 15'dir. Daha sonra şərtim A kiçikdirmi B? Hə. Yeni bir şərt gəldi. A bərabərdirmi B? Desəm ki, hə. Hə desəm, A üstə gəl B-ni çap et deyəcək. Amma print dediyi üçün belə qoya bilərəm. A üstə gəl B. Bəs yox desə necə? Elsesi var. Açıq B. Bəs bunun yox qolu, görürsünüz, bunun yox qolu boşdur. Belə birbaşa gəlir sona. Vəssalam. 12, 15. 12 kiçikdirmi 15-dən? Hə, dediyim üçün bunu icra edəcəm. Amma yox desəydim, heç nə icra etməzdim. 12 bərabərdirmi 15-ə? Yox dediyim üçün həyə düşüb bunu icra edə bilmirəm. Yoxa düşüb A-dan B-ni çıxıram və çap edirəm. A neçə idi? 12, 15, o da mənfi 3 eləyəcək. Görün, başqa biraz qəliz varsa eləyək, yoxsa yekunlaşdıraq. Çünki bunlar hamısı eyni tipdədir. Yəni, bir dənə if else var. Bunlar da təyinatlılar. Bax, bunu eləmək istəyərəm. 33'ü. Anam. Gene A 12'dir. B 15'dir. C 9'dur.
Bu mənim hərəkətim və gəlir şərtimə. A böyükdürmü C və and B böyükdürmü C. Bu mənim şərtimdir. Hə desəm C-nin üstünə 3 gələcək. Yox desəm ancaq heç nə yoxdur. Yoxun, görürsünüz, else-si yoxdur. Else yoxdursa, deməli, ya natamam dağlanmadır. Yenidən şərtim var. A kiçikdirmi B-dən? Desəm ki, hə. Desəm ki, yox. Aha, hə desəm, baxın, hə qolumdur. Bax, bunların hamısı mənim hə qolumdur. Hətta bax, bunların hamısı hə qolumdur. Gəlirəm bura. A-nı bərabər ilə A vuraq 2-yə. Yox, qolunda heç nə yoxdur. Və bunu icra edəndən sonra da deyir, bu şərti yoxla. If, necəydi? B böyükdürmü C-dən? Aha, B böyükdürmü C-dən? Desəm ki, hə, baxın, budur, hə qolu. İndi bu bunun hə qoludur. A bərabər ilə A vuraq 2. A vuraq 2. Yox desəm, bunun elsesi var idi. Desəm, bunun elsesidir. Aha, yox desəm, B-ni bərabər ilə B vuraq 3. Aha. Bunun yox qolunda nəsə var? B kiçik böyükdür C-də. Var. O zaman yox. Bu dəqiqə A kiçikdir B-nin yox qolu yoxdur. Bir dənə bunu sileyim mən. Bir dənə onu görmədim. Bunun yox qolu deyil bu. Aha. Bu bunun yox qoludur. Baxın, çünki bunun altı boşdur, baxın. Bu sadəcə sərbəstimdir ən sonda. Bu bununkudur. B-ni bərabər ilə B vuraq 3-ə. Aha. B-ni 3-ə vurdu, A-nı da 2-yə vurdu. Ancaq A-nı 2-yə vurandan sonra mütləq şərtimi yoxlamalıyam. A kiçikdirmi B-dən? Hə desəm, bax, bu həni desəm, bu onun hə qoludur. B bərabərdir, B üstə gələk 10. Yox desəm, yoxda nəsə var Elif? Xeyr, nə də elsə yoxdur. Deməli, boş çıxardacaq. Hə qolunda başqa nə var? Bəs mən hə desəm, B üstə gəl ondan sonra yeni bir şərtimi də yenə yoxlamalıyam. If böyükdürmü? Yəni A böyükdürmü C-dən? Desəm ki, mən deyəsən də rəqim tutardı burada. Hə qolunda, buradan belə icra edərəm. C bərabər C üstə gələk 10-dur. Ancaq görürsünüzmü? Yox qolu boşdur yenə. Deməli, yox qolu boşdur və bunlar hamısı gəlir bir dənə sona. Sona yox. Dəqiqə. Bunların hər biri çıxanda dəqiqə. Print A üstə gələk. A üstə gələk. B üstə gələk C. Bu da gəlir, ora yox deyir. Bu da deyir, yox gəlir. Bu da deyir, yox gəlir. Bu da deyir, yox gəlir. Prosta altdan yazılmalıdır, yazamıram altdan. Bax, bu bunun blok sxemidir. Dəqiqə. Bir dənə də bu uzuna baxaq, 36-ya yekunlaşdıraq. A-nı 12-yə, B-ni 16-ya, C-ni 14-ə bərabər etdi və şərtim A kiçikdirmi B-dən? Desəm ki, hə,
Bu zaman C-ni bərabər ilə C vuraq 2-yə. Yox qolunda varmı bunun else-si? Bəli, var. Yox qolunda nə var? Deməli, yeni bir şərt var. Əslində bunu elif kimi də verə bilərdi, amma verməyib. Ayrıca if kimi verib. C böyükdürmü A-dan? Desəm ki, hə. A-nı bərabər ilə A vuraq 2-yə. Aha. Yox desəm nə edəcəm bəs? C böyükdürmü A-nın yoxunda heç bir şey yoxdur. Görsünüz. Gəlin bunu hələ bitirək, tamamlayaq sonra. C vur 2-dən sonra hə qolunda nə var? Yeni bir şərt var. B böyükdürmü C-dən? Yenə buna hə desəm, mənə deməli, bunu B bərabərdir, B vur 3-ü çıxardacaq. Belə. Bunun yox qolu varmı? B böyük C-nin yox qolu varmı? Yoxdur. Sərbəst ifi var. Gətirəcəm bunu sərbəst bir dənə ifə. Burada. B böyükdürmü C-dən? Hə, yox desəm sərbəst ifimə gəlir. Bu da gəlir, bu da gəlir. Bu da gətirir məni sərbəst bir dənə A böyükdürmü B-yə. Desəm ki, hə. Deyəcək A-nı bərabərlə A üstə gələk 10-a. Yox desəm, yox qolunda heç bir şey yoxdur. Baxın, yox qolunda heç bir şey yoxdur. Bu isə bununkilarıydı. Bu mənim burada sərbəst bir dənə ifim var. Baxın, bunun yox qolunda nə var? C böyükdürmü A? Hə, bunun yox qolu boşdur. Ona görə bu da belə gəlir. Yeni bir sərbəst ifimi yoxlayır. Bax, bu da gəlir ora əslində. Bunun da yox qolu boşdur. Bu da ora gəlir. Biraz bunu aşağıdan çəkməliydim prosta. Hər biri gəlir bir dənə yeni bir ifə. A kiçikdirmi B-yə? Desəm ki, hə. Bu bir dənə buranı bir də qırıq aşağıdan çəkim ki, oxlar düz gəlsin. A kiçikdirmi B-dən? Desəm ki, hə. Deyəcəkdir A-nı bərabərlə A üstə gələk 20-yə. Yox desəm, bunun else-si var. C-ni bərabərlə C üstə gələk 10-a və yenə sonda məni nəyə gətirir? Print A üstə gəl, B üstə gələk C-yə və son. İndi gəlin baxaq. 12, 16, 14. 12 kiçikdirmi 16-dan? Bəli. Bəli dediyim üçün Bəli dediyim üçün mən heç, baxın, bu yox qolunu icra edə bilməyəcəm. Baba, buranı else. Yox qolunu icra edə bilməyəcəm. Bura yox, ha, bura sərbəst ifimdir. Gəlin bunu icra eləyək. Hə, demişəm axı. Onda deyir C-ni bərabər elə, C vur 2-yə. C neçə idi? 14. 14-də 2-yə vuranda 28. Deməli, C-nin yeni qiyməti 28-dir. B neçə idi? 16. 16 böyükdür 28-dən. Yox dediyim üçün bunu icra edə bilməyəcəm. Gəlirəm bura. A neçə idi? 12. 12 böyükdürmü? B-dən 16-dan yox deyəcəm deyə bunu icra edə bilməyəcəm. Gələcəm yeni şərtimə. İfə. A kiçikdirmi B-dən? Yəni 12 kiçikdirmi 16-dan? Səhv eləmirəmsə B-nin qiyməti 16 idi, A 12 idi. Aha. 12 kiçikdirmi 16-dan? Bəli, hə dediyim üçün 12-nin üstünə 20 gələcək 32 və sonda hamısını toplayacaq. 32 üstə gələk 28, üstə gələk 16. Bircə 30, 40, 50, 60, 76.
Bunlar təyinatdılar. Demək olar ki, yəni əsasların izahını verdim blok sxemlə. Aha, bu qədər. Gecəniz xeyrə qalsın. Yekunlaşdıraq.